Salam, xoş gördük hamınızı. Bu günlərin belə bir siqara börəyi yazılıb üstündə. Bunu bazar stora getmişdik Gəncədəkinə. Burada yoxdur da, Göygöldə onun üstə bazar stor yoxdur. Belə Gəncəyə gedəndə ora gedirik. O çox xoşum gəlir bazar stordan. Hər şey var. Nə istəyirsən tapmaq olar. Bunu gördüm. Neçə vaxt istəyirdim. İnternetdə görürdüm, bundan bişirirlər. Belə börək belə qoyub içinə fırlayırlar, qızardırlar yağda. İndi ondan mən də istəyirəm eləyəm. Aldım, içində 25 dənədir. Belə göyərti də aldıq. Spanaq, şüd, kişniş. Şimdi bunları təmizləyim, yuyum, doğrayım. Birinci qurusun, əskinin arasında qoyacağım. Sonra doğrayım, arasına qoymaq üçün. İçinə də pendir biraz çəkəcəm ki, daha dadlı olur. Bir də bundan qoyacağım, bu şordan qoyacağım. Çünki görmüşəm, bu şordan da qoyub qızardırlar. Az eləyəcəm, düzdür, bundan hardasa 5-6 dən eləyəcəm. Ən çox göyərtili eləyəcəm, çünki göyərtili bilirəm ki, uşaqlar sevirlər. Sadəcə bu xəmirlə sevəcəklər, yoxsa yox onu bilmirəm, çünki birinci dəfə də eləyirəm, hələ eləməmişəm indiyə kimi. Açdım, belə xəmirə də baxdım, nazik xəmirlərdilər. Belə, özü ucuzdur. Buna mən verdim 25 dənəsini 2 manat 30 qəpik. Elə o ət zat satılan yer var, kalbasa zat satırlar. Bax, orada qoyublar. Elə orada o dondurucuların üstünə yığıblar bundan. Kim istəsə oradan götürə bilər. Ucuzdur özdə. İndi bilmirəm, bəlkə hər yerdə belədir 2 manat 30 qəpik. Mən elə bazar storda gördüm, götürdüm. İndi bundan eləyim inşallah, görüm necə alınır. Sonra ben de durdum. Gel bırak bakalım. Yok kuyudan. Ye. Ye. Sağ götürsün. İndi eləyəcəm tekrar ben. Duxovkamı da bu günlərim istəyirəm sınaqdan keçirim. İlk dəfədir. Dedim pirog bişirim, şirin nəsə bir şey olsun. Belə ovmalı xəmirdən pirog eləyirəm. Uşaqlar çox sevirlər, ona görə bundan eləyirəm ki, məktəbə də aparsınlar. İndi bayaqdan tapmışam, isinsin. Əslində yarım saata qoymuşdum, 10 dəqiqədə isinir, 20 dəqiqəyə gəlibdi. Dərəcəsini də 180-ə qoymuşam. Uca isindi deyə işığı da keçdi burada. Deməli isindi.
Belə indi qoyum ilk dəfə görək inşallah ki yaxşı olar, yaxşı bişirər. O birisi duxovkam совсем уже yaxşı deyil idi. Dəqiqə deyəsən nəyisə səhv eləmişəm. Yox, buradan qoymalıyam. Hə, belə taxmalıyam. Всё. Belə, indi bişsin, görək inşallah yaxşı bişirər. O birisi duxovkanda qoymuşuq burada. Sarada üstündə uzanıb bunun. Bu duxovka совсем köhnə idi. Burası görürsünüz belə işləmirdi də, dərəcəsini qoya bilmirdim. Taxırdım elə isinirdi, heç bilmirdim nə qədər də isinirdi. Bir də gördü üstünü yandırırdı, bir də görsüz altını yandırırdı. Amma belə deyilik də bu yeni belə xarab olubdu. Yoxsa yaxşı işləyirdi deyə elə bunu işlədirdik. Daha belə xarab oldu deyə daha dedik təzəsini inşallah Allah. O da elə getmişkən dedim bir dənə duxovka da götürək, özü də münasib qiymətə idi deyə lap da belə ürəyimcə oldu. Rəngi də xoşuma gəldi. Elə özü də, vidi də, hər şey də xoşuma gəldi deyə elə bunu götürdük. İndi görək bişməyi də necə olur. İnşallah ki yaxşı olar. Da ağzını açmıram ki hər şey olmasın, qoy elə bişsin burada. Bişəndən sonra çıxardaram. Və bu günlərin belə qatığımız qalıbdı. Bu köhnə qatıqdan qalıbdı. Biraz da burada qalıbdı. Piroq elədim, bu da qaldı. Amma təzə qatıq var deyə bu yeyilmir. İndi bunu istəyirəm şey eləyim, şor ya pendir. Ya pendir yəqin ki eləyərəm. Ona görə qazanı qoydum. İndi qatığı onun içinə tökəcəm. Qatığı tökürəm qazana. İçində qalanı da suyla yaxalayıb tökərəm. Belə də qarışdıracağım. Biraz da duz tökəcəm içinə. Ki dadı pendir kimi də, şor kimi biraz duzlu olsun. Düzdür, bizdə qatıq elə də hər saat belə qalmır, hər dəfə qalmır bu qədər də belə. Köhnə qatıqdan qalmır, bizdə çox yeyilir. Sadəcə bu dəfə o birisini tez hazırladılar deyə hər dəfə qazan veririk. Elə bir qatığı götürəndə o qazan veririk ki, hazırasına bilir ki, uşaqlar yeyirlər, yəni tez hazır olsun. Bu dəfə lap tez hazır oldu deyə bu köhnə qatıq qaldı, yeyilmədi. İndi ona görə bunu belə pendir eləmək istəyirəm. Все hazırdır, уже pişdi. İndi götürün. Hər yerini eyni dərəcədə, eyni cür qızartdım. Yoxsa ki o birisi duxovka bu tərəfini oradan orasını qızardırdı, təzədən çörürdüm. Amma indi necə qoydumsa elə də hər yerini qəşəngcə qızartdı. Çox qəşəng, çox xoşum gəldi. İnsan necə nəsə belə bir xırda bir şeydən necə belə xoşbəxt ola bilər. İnanırsınız bu duxovkanı almağıma elə sevinirəm ki, çox sevinirəm. Çünki mən belə şirniyyatlar tez-tez bişirirəm. O da duxovka ilə də yaxşı bişirmirdi deyə hər dəfə hirslənirdim ki, hər dəfə çör, nəsə yadımdan çıxırdı, bir tərəfi yanırdı. Amma bu şükür ki, yaxşı bişirir. Belə hələ ki 20 dəqiqəsi qalıbdı. Amma mən indi tokdan çıxardacağam bunu. Tokdan çıxardıram. Всё. İndi özü yavaş-yavaş gedib dayanacaqdı orada. Amma artıq işləmir də, işığı da görürsünüz keçibdi, işləmir. Belə altına da bu taxtanı qoyuruq ki, isti keçməsin bu peçin üstünə. Ona görə altına bu taxtanı qoyuruq. İndi aparım bunu, doğrayım. Piroqumuz da hazır. Belə kəsdim ki, sizə də göstərim necə. Sadəcə hələ də istidir deyə. Amma kəsdim ki, sizə göstərim necə yaxşı alınır. Belə üstünə də yumurta vurmuşam deyə, yumurta üstünə də şəkər sərmişəm. Ona görə üstü də lap belə qəşəng. İndi birazdan da xırç-xırç kimi olacaqdı soyuyanda. Belə içi də belə qəşəng alındı. Burada da qoymuşam. Pendirimiz də burada hazır olur. Artıq qatıq çürüdü. Belə indi bunu süzəcəm. Ki suyu getsin, ancaq bu qalsın. Qatıq hazır oldu, belə çürüdü də, oca belə süzdüm bunda. Təzədən başqa belə həmin o süzgəcdəndir. Onda sadəcə belə daha götürərsiniz, nəsə belə parçanın arasında qoyuruq.
İndi bunun ağzını belə bağlayım, tamam, bərk sıxım bağlayım. Üstünə də nəsə ağır qoyacağam ki, tamam suyunu çəksin, bərkisin, olsun pendir. İnşallah mən indi axşamdır bunu eləyib qoyuram ki, bir də səhərə kimi qalsın, səhər uje tamam pendir olacaq. İnşallah onu da sizin üçün çəkəcəm. Uje belə tamam belə sıxdım suyunu əskinə. Üstünə də belə çaşkada su qoydum ki, bu bunu bassın bütün gecəni. Tamam, görürsüz belə basıram, su çıxır. Tamam, suyu çıxsın, hazır olsun. Sadəcə məndə qatıq az idi deyə belə az alındı. Çox eləyəndə çox alınır, yaxşı. İndi səhər çəkərəm inşallah nə alındı. Axşam işlərimi bitirdim, uşaqlar da yatdılar. Mən də bütün işlərimi bitirdim, qapıları yudum, qazın üstünü təmizlədim. Elə gəldim, bir dənə buna baxım, görüm necədir. Baxdım ki, ucu hazırdır, heç sabahı gözləməyə ehtiyac da yoxdur. Görək, yapışıbdır çaşka buna. Heç sabahı gözləməyə ehtiyac da yoxdur. Hardasa bir 3 saat yarım, 4 saat qalır. İndi açım, sizə də göstərim necədir. Mən bunu çox sevirəm. Özdə belə pendir kimi eləyəndə lap şor kimi də dadlı olur, amma belə pendir kimi eləyəndə lap dadlı olur. İndi kəsib göstərərəm sizə də. Belə olur. Belə. Amma dadı əla olur, çox qəşəng olur. Kim istəsə duzunu çox əlavə eləyə bilər, kim istəsə heç duz əlavə eləməz. Kim necə istəyir elə də eləyə bilər. Belə. Bu qədər də suyu çıxıbdı bura. Belə xeyli su çıxıbdı. Belə. Hələ nə qədərini də tökmüşdüm arada. Qədər. İndi bunu torbaya salım qoyum ki, qurumasın. Səhərə inşallah səhər yeməyində yeyiləcəkdir bunun hamısı. Uşaqlar da çox sevirlər. Bayaq Məlikə qoymurdu bunu, mən belə eləyim. Elə deyirdi ki, mama ver yeyim. Dedim, video çəkmişəm, qoy heç olmasa göstərim, sonra yeyərsin. Belə bir şey alındı. Belə, burada da vlogu sonlandırım. İnşallah gələn vloglarda görüşənədək.